Salam dostlar, bugün sizə şaftalı yarpaqlarının bu cür qıvrılmasının, yığılmasının səbəblərindən danışacağım. Bunun səbəbləri şaftalı mənnəsidir. Belə deyək, latincası Musis persicai adlanır. Əsasən şaftalı ağaclarına və digər meyvə bitkilərinə zərər verir. Kiçik ölçülü olur. Yumuşaq bədənli bir zərər vericidir. Meyvə bağlarında ciddi ziyan vurur. Görünüşü yaşıl olur, sarı olur. Uzunluğu 1,5-2 mm olur. Zərəri, yəni bitki, yarpaq, budaq və gənc zoğlarda gördüyünüz kimi qidalanaraq bitki şirəsini sorur. Bu da bitkinin gördüyünüz kimi zəifləməsini, yarpaqların bükülməsini və inkişafdan qalmasına səbəb olur. Bu mənənə həm də virus xəstəliklərinə, o cümlədən şaftalıda mozaika virusunu daşıya bilir ayağında. Qışda yumurta mərhələsində belə deyək, bir sezondan o biri sezona ağac qabığında qışlayır. Mübarizə bağların belə deyək, təmiz saxlanılması, alaq otlarından təmizlənməsi, kimyəvi mübarizədə, yəni dərman aparatı ilə Mostar dərmanı 10 litrəyə belə deyək, 5 qram əlavə edib çimizdirin, çox effektiv dərmandır. Yəni digər belə deyək də dərmanın adı dəyişsə də inseksit desəz mənələrə qarşı istifadə edə bilərsiniz. Hal-hazırda mən sizə mikroskop altında bu mənənənin necə göründüyünü göstərəcəm sizə. Hal-hazırda sizə limfa mərhələsini göstərəcəm, sonra isə yetkin fərdi göstərəcəm. Bu gördüyümüz limfa mərhələsidir, yaşıl, kiçik görürsünüz. Bunlar limfa mərhələsidir. Bu isə qanadlı yetkin fərddir. Video maraqlı oldusa bəyənib kanalıma abunə olmağı unutmayın. Nəsə sualınız olsa kommentlərdə yazın.